ən böyük problem nədir bilirsən? Onlar səni sevmir. Sadəcə səni sevirmiş kimi göstərirlər. Narsist insanlar həyatınıza gəldiyi zaman sanki sizi sevgi bağçası bəxş eləyirlər. Əslində isə onlar sizi itirməkdən yox, onlardan üz döndərib getməyinizdən qorxurlar. Çünki sənin enerjinlə, hisslərinlə, səndən aldığı diqqətlə qidalanırlar. Hər bir sözü, hər bir davranışı sadəcə manipulyasiyadır. Sən isə bunun fərqində deyilsən. Bu münasibətlərdə sən yavaş-yavaş özünü itirməyə başlayırsan. Ta ki, özünün nə istədiyini biləndən sonra, o insanla arana sərhəd qoymağı bacardıqdan sonra belə bir insanla yaşamağın mümkündür. Amma bunun üçün ilk öncə özünü yaxşı tanımağın və nələr istədiyini bilməyin önəmlidir. Sən öz gücünü doğru yerə yönəltdiyin zaman artıq o münasibətlərdə güclü olan narsist insan deyil, məhz sən olmağı bacara bilərsən. Bunu isə yalnız özünü və hisslərini yaxşı tanıdığın zaman bacaracaqsan.